Salam aleyküm dəyərli izləyicilər. Bugün Balakən şəhərinin Aydın Məmmədov küçəsində gözəl bir əmlak satışa çıxarılıbdır. İrəliləyən dəqiqələrdə əmlakın təqdimatını edəcəyim. İlk öncə, yəni bura gələn yolu göstərirəm. Bu Aydın Məmmədov küçəsidir. Əmlak 3 yola yaxın bir ərazidə yerləşir. Gördüyünüz bu yol birbaşa şəhərə çıxır və digər yol Qullar trasına çıxır, Gürcüstan trasıdır və bu yol birbaşa Aydın Məmmədov küçəsində davam edir və Tülü kəndinə çıxma olur bu yoldan və Rəşid Behbudov küçəsinə gedib çıxır. Dəyərli izləyicilər, əmlak Balakən şəhərinin mərkəz küçələrindən biri Aydın Məmmədov küçəsində yerləşir. Mən əmlakın daxildən görünüşünü sizə təqdim etmək istəyirəm. Əmlakın daxildən görünüşüdür, yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarətdir. İlk öncə həyətyanı torpaq sahəsini sizə təqdim etmək istəyirəm. Göründüyü bu torpaq sahəsi yol tərəfdən hardasa 18-19 metrə eni var. Qeyd elədiyimiz kimi torpaq sahəsi qabaq tərəfdən və yan tərəfdən yolla əhatə olunubdur. Qabaq tərəfdən 18-19 metrə, yan tərəfdən 39 metrə belə məsafə var. Ümumilikdə burada həyətyanı torpaq sahəsi 7 sotla satılır və içərisində belə göstərdiyim yaşayış evi ilə bir yerdə satılır. Gördüyünüz ev belə padvallı evdir, kürsülü evdir. Hardasa 1.20 hündürlüyü var kürsü hissəsinin. Yan tərəfdə belə qonşu ilə məsafə var və arxa tərəfdən 1 metrə məsafə və arxada su kəni yerləşdirilib. Giriş edirik evə, daxil oluruq. Girişdə belə pilləkənlər, 8 pilləkən və açıq balkondan ibarətdir giriş hissəsi. Açıq balkonun baş tərəfində belə şüşəbənddən, dəmir şüşəbənddən mətbəx üçün nəzərdə tutulan otaq kəsilib və otağın baş tərəfində belə hamamı, yəni sanuzel otağı nəzərdə tutulubdur. Yəni uzun müddət evdə yaşayış olmadı. Uzun müddət yaşayış olmayıb. Yəni yeni ev kraskadan çıxarılıb. Balkondan daxil oluruq otağa. Belə bir zal otaqdır. Yəni giriş otağıdır. Bu otaqdan da digər otaqlara keçiddir. Yəni bu otaqdan başda belə bir zal otaq, böyük otaqdır. Yəni aboyludur. Pəncərələri plastik pəncərələrdir. Və bu otaqdan giriş otağına və digər arxadakı otağa belə keçid eləmək olur. Burada 4-ün 5-ə belə bir otaqdır və buradan qabaq otağa keçirik və bu otağın da baş tərəfində yenə zal otaqdır. Belə bir otaqdır.
Göründüyü kimi girişdə belə bir otaq və hər iki başda zal otaqlar, arxa tərəfdə də yenə eyni ilə belə otaqdır. Deməli, ortada 2 otaq, 2 qıraqda zal otaqlardır. 4 otaqdan ibarətdir. Açıq balkondan və açıq balkonun baş tərəfində mətbəxdən, hamamdan ibarətdir. Yəni, əvvəlki plan qaydalarına uyğun tikilibdir. Ev möhkəm evdir. Yəni, kərpic kubikdən tikilən evdir. Yəni, möhkəm evdir, evə söz ola bilməz. Yəni, birbaşa Balakən şəhərinin mərkəz küçələrindən birindədir. Aydın Məmmədov küçəsində. Belə bir yerdə, yəni, belə gözəl həyətyanı torpaq sahəsinə, yaşayış evinə sahib olmaq istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.